Viyana'da İran ve Altılık Grubu'nun ekspertlerinin iclası devam eder. İranın neft naziri bildirib ki, Rusiya gələn həftədən İrandan gündəlik 500 min barrel neft ithal edəcək. Rusiyadakı əməkdaşımız İran Xarici İşlər Nazirinin Moskva səfəri barədə ətraflı məlumat verir. İran İslam Respublikasının Xarici İşlər Naziri Dr. Muhammed Cavad Zərif Rusiyanın paytaxtı Moskva şəhərinə rəsmi səfər edərək Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin görüşündə iştirak etdi. Bu görüş çərçivəsində Dr. Cavad Zərif Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla iki tərəfli görüş keçirdi. Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən konferansda Şanxay Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi statuslu ölkələrin Xarici İşlər Nazirləri iştirak etdilər. Ali dərəcəli diplomatlar regionda yayılan ekstremizm ideologiyası, terror təhlükəsinə qarşı birgə aparılan mübarizənin koordinasiya edilməsi üsullarını müzakirə etdilər. İran İslam Respublikasının Xarici İşlər Naziri cənab Cavad Zərif iyunun 3-dən etibarən Moskvaya səfəri başlamışdır. Regionda təhlükəsizlik və sabitlik samitinin çərçivəsində İranın Xarici İşlər Naziri Rusiyalı həmkarı ilə ayrıca görüş keçirtdi. Görüşdə Suriya, İraq və Yəməndə yaranmış vəziyyət, İranın nüvə danışıqları, İranla Rusiya arasında hərbi və iqtisadi münasibətlərin inkişafı müzakirə olundu. Görüşdən sonra hər iki nazir mətbuata açıqlama verərək aparılmış danışıqların nəticəsi barədə məlumat verdilər. İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilməsi məsələsinə toxunan Sergey Lavrov belə qeyd etdi. Biz İranın təşkilata üzvlüyünü müzakirə etdik. Bütün üzv ölkələri yekdilliklə nüvə proqramının həlli çərçivəsində İranın bu təşkilatdakı statusunun yüklənməsinə tərəfdar oldular. Əgər danışıqlar aparan ölkələr Lozanada razılaşdırılmış siyasi şərtlərə riayət edərlərsə, artıq nüvə proqramı danışıqlarının uğurla tamamlanması üçün heç bir mane qalmayıb. İranın S-300 hava hücumundan müdafiə sisteminin təhvil verilməsi məsələsinə toxunan Rusiyanın Xarici İşlər Naziri vurğuladı ki, bu raketlər tezliklə İrana təslim ediləcəkdir. Bu istiqamətdə davam edən hazırlıq tədbirləri tezliklə başa çatacaqdır. İranın Xarici İşlər Naziri görüşdən sonra belə qeyd etdi ki, Rusiya ilə İranın arasında iki tərəfli münasibətlər uğurla inkişaf etməkdədir. Nazir onu da qeyd etdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının konferansında ekstremizm və üzdən İraq işidə qarşı mübarizə yollarının müzakirə edilməsi çox vacib idi. Rusiyalı həmkarı ilə görüşdən sonra Muhammed Cavad Zərif əlavə olaraq Çin, Rusiya, İran formatında Xarici İşlər Nazirlərinin görüşündə də iştirak etdi. Həmçinin Tacikistan Respublikasının Xarici İşlər Naziri SiracəddinƏsilovla da cənab Zərifin iki tərəfli görüşü keçdi. Xəyal Müəzzin, Səhər Beynəlxalq Televiziyası, Moskva.